Salam, hər vaxtınız xeyir əzəb cəhətdə. Bugün sizin Azərbaycan ərazisində İbtidai İctimai Cəmiyyətinin paleolit, mezolit, neolit və eneolit dövrlərinin 2025-ci il tarix toplu testindən olan variantlarını işləyəcəyik, suallarına baxacağıq. Deməli, birinci sualımız bizdə belədir ki, Azərbaycanda alt paleolit öyrənilmişdir. Biz buna aid edirik. Azad mağarasında əldə edilən tapıntılar əsasında. Deməli, uşaqlar, bir məqamı diqqətinizə çatdırmaq istəyirəm ki, əvvəlki dövrlərdə biz paleolit dövrünü 3 mərhələyə bölüb öyrənirdik. Alt, orta və üst paleolit dövrləri. Lakin indiki, yəni təzə çıxan materiallar əsasında biz artıq paleolit dövrünü tam şəkildə mənimsəməyə başlamışıq. Yəni dövrlərə bölməyəcəyik. Sadəcə alt paleolit dövrünün erkən mərhələsi orta paleolit dövrünün orta mərhələsi, son mərhələsi isə üst paleolit dövrü adlandıracağıq. Onun üçün də biz burada alt paleolit dövrünü Azıq mağarasında əldə edilən tapıntılar əsasında götürürük. B variantındakı Küraraz mədəniyyəti aiddir erkən tunç dövrünə, Baba Dərviş yaşayış yeri aiddir yenə də erkən tunç dövrünə, Qobustandakı qədim Qayasu təsvirləri mezolit dövrünə aiddir. Y variantındakı Naxçıvandakı Kültəpə ərazisi isə yenə də erkən tunç dövrünə aiddir. Gələk ikinci suala. Neolit dövründə A variantını təhlil etsək, yığıcılıq və ovçuluq əsas məşğuliyyət sahəsi oldu. B variantına baxsaq, ilkin əkinçilik vərdişləri meydana çıxdı. Əkin əkinçilik vərdişlərini biz mezolitə aid etdiyimiz üçün B variantına çıxır. Heyvanların əhəlləşdirilməsinə başlanılması da mezolit dövrünə aid olduğu üçün çıxır. Müxtəlif sənət sahələrinin meydana gəlməsi, bəli, bu neolit dövründədir. Məhz neolit dövründə dulusçuluq, saxsı qabları işləmə və hazırlanma texnikaları müəyyən edildi. Bunun üçün də müxtəlif sənət sahələrinin meydana gəlməsini biz neolit dövrünə aid edirik. E variantındakı cavab variantında isə heyvanlar daha uzaq məsafədən ovlanmağa başlanılması, bunu da biz götürürük təbii ki, mezolit dövrünə, ox və kamanın ixtira olunması nəticəsində. Üçüncü suala baxsaq, alt və orta paleolit dövrlərinin ümumi cəhəti, yəni siz bunu belə bu şəkildə fərz edin ki, yəni sizə qəbulda belə bir tip test düşməyəcək. Sadəcə alt və orta paleolit dedikdə paleolit dövrünün ilkin və orta mərhələsi nəzərdə tutulur. Burada əlbəttə ki, əmək alətlərinin daşdan hazırlanmasıdır. Ümumi paleolit, mezolit, neolit dövrlərinin hər biri üçün bir oxşar cəhət təşkil edir. Bu əmək alətlərinin daşdan hazırlanması məsələsi. Dördüncü suala baxsaq, paleolit və mezolit dövrlərinin ümumi cəhəti. Deməli, burada qəbilə icmasının yaranması, qəbilə icmasının yaranması adətən biz paleolit dövrünün son mərhələsinə aid edirik. Yaranma, yəni sırf paleolit dövrünə aid olduğu üçün mezolitə götürülmür. Ona görə ümumi cəhət sayıla bilməz. Bir variantına baxsam, əkinçilik və maldarlığın əsas məşğuliyyət sahəsi olması, biz təəssüf ki, bunu paleolit dövründə görə bilmirik. Heç mezolit dövrünün özündə də əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsi hesab olunmuyor. Niyə? Çünki mezolit dövründən etibarən ibtidai əkinçiliyin və ibtidai maldarlığın əsasını qoymağa başlanmışdı. Və biz əsas məşğuliyyət sahəsi olaraq əkinçilik və maldarlıqdan məhz neolit dövründən etibarən məşğul olmağa başlamışıq. C variantına baxsaq, axirət dünyasına inanın yaranması bu paleolit dövrünün orta mərhələsi ilə bağlı olan bir proses olduğu üçün mezolit dövründə götürülmür. Bəzən uşaqlar çaşırlar. Mezolit dövründə belə bir qayda biz sizinlə öyrənmişdik ki, axirət dünyasına inam daha da artdı. Bəli, axirət dünyasına inam mezolit dövründə artır. Lakin paleolit dövründə yaranmasını biz qeyd edirik. Yaranma ilə inamın artması tamam fərqli anlayışlar olduğu üçün C variantı da çıxır. İstehlak təsərrüfatının mövcud olması, istehlak, yəni uşaqlar, təbiətdən məhsulları hazır şəkildə mənimsəmək deməkdir. Bəli, həm paleolit dövründə, həm də mezolit dövrünün ümumi cəhəti kimi D variantı götürülə bilər. Soruşa bilərsiniz nə üçün? Çünki istehlak təsərrüfatı elə bir anlayışdır ki, baxmayaraq ki, mezolitdə istehsal təsərrüfatına keçidin əsası qoyuldu, amma yenə də istehlak təsərrüfatı özünü saxlayırdı mezolit dövründə də və günün indiki gününə qədər də istehlak təsərrüfatı özünü
qoruyub saxlayır. Niyə? Çünki biz hazır şəkildə də indinin indiki dövründə də təbiətdən məhsullar əldə edə bilirik. Və bu da istehsal təsərrüfatının ta kəndisidir. Ona görə də D variantı doğru cavabdır. Gələk 5-ci tip suallara uşaqlar. Bu tip sualları çox görəcəksiniz. Qəbulda da qarşınıza çıxma ehtimalı var. Uyğun variantı istəyir bizdən. İncələyirik. Birinci, mən tərəfdarıyam bu tip suallara yuxarıdan aşağı baxasınız və sonra əvvəl şaquli vəziyyətdə oxuyasınız, sonra üfüqi vəziyyətinə keçəsiniz, onda daha yaxşı tapa bilərsiniz. İndi şaquli vəziyyətdə yuxarıdan aşağı oxusaq, ilkin şəhər mərkəzlərinin yaranmasıdır. Biz də sizinlə öyrənmişdik ki, ilkin şəhər mərkəzləri bizdə Orta Tunc dövrünə aid edilir. Amma mən görürəm ki, burada bir dənə variant qeyd edib, yazıb bir və bunu da neolit dövrünə aid edib. Deməli, bir olan variantım yanlışdır. Keçib yuxarı şaquli vəziyyətdə yuxarıdan aşağı ikincini oxuyuram. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Və mən alta baxıram ki, bunu 2 ilə 3 ilə işarələyib. Sənətkarlığın müstəqil sahəyə çevrilməsini bir yazıb eneolitə, bir də yazıb Orta Tunca. Biz də sizinlə öyrənmişdik ki, Orta Tunc dövründə 2-ci ictimai əmək bölgüsü nəticəsində sənətkarlıq digər istehsal sahələrindən ayrılıb müstəqil şəkildə fəaliyyət göstərməyə başladı və bunu Orta Tunc dövrünə aid etmişdik. Deməli, üçüncü variantımız düzdür. Yenə qayıdıb yuxarıdan aşağı şaquli vəziyyətdə üçüncünü oxuyuram. Mənə deyir ki, ilk metalın əldə edilməsi. Mən ilk metalın əldə edilməsini səndən öyrənmişdim ki, eneolit dövründə bu baş verib. Misi kəşf etmişdi insanlar. Amma bu mənə götürüb 4 işarələyib üstünə yazıb 4 və verib erkən dəmir dövründə. Xeyr, erkən dəmir dövründə biz belə şey öyrənməmişik. Oturaq həyata keçid. Yenə yuxarıdan aşağı şaquli vəziyyətdə oxuyuram. Oturaq həyata keçidi mən nə vaxt öyrənmişdim? Neolit dövründə. İnsanlar ibtidai şəkildə əkinçilik maldarlığının əsasını qoyduqdan sonra nə etmişdilər? Getmişdilər, artıq əkin əkmişdilər və bu əkini qoyub getməmək üçün oturaq həyata keçirmişdilər və bir yerdə ev tikib artıq bir yerdə yaşamağa başlamışdılar. Bu da neolit dövrünə aid olur. Eneolit dövründə yoxdur belə bir şey. Ona görə 6-nın üstündən xətt çəkirəm, bir də 5-i dairə eləyirəm, yəni düzgün variant kimi götürürəm. Ona görə də cavabım olur sənətkarlığın müstəqil sahəyə çevrilməsi 3, yəni Orta Tunc. Bir də oturaq həyata keçid 5, yəni neolit dövrünə uyğun gəlir. Keçək digər suala. Digər sual da bu tipdir. Bu tipdədir. İstəsəz onu da baxaq. Toxuculuğun yaranması yenə yuxarıdan aşağı şamil vəziyyətdə oxuyuram. Erkən Tunc dövründə götürüb. Amma mən demişdim ki, sənət sahələri toxuculuq, duluzçuluq inkişaf etmişdir. Nə vaxt? Neolit dövründə. Yenə deməli bu səhvdir. Neandertal adamın yaranması yuxarıdan aşağı şamil vəziyyətdə oxuyuram. Neandertal insanlara biz götürmüşdük, paleolit dövründə yaranmışdı. Orta paleolit, yəni paleolit dövrünün orta mərhələsi. Doğrudur. İkini düzgün kimi götürürəm. İlk metalın əldə edilməsi. Mənə görürəm ki, burada 2 dənə verib, işarələyib. Biri eneolitə verib, bir də erkən tunca verib. İlk metalı mən də sizinlə öyrənmişəm ki, üçüncü bənddə doğrudur. Yəni eneolit dövründə əldə edilib misdir. İndi yenə şaquli vəziyyətdə oxuyuram. Küraraz mədəniyyətinin formalaşması. Görürəm ki, burada da 2 dənə dairəlik verib mənə 5 və 6. 5-ə yazıb erkən dəmir dövrü, 6-ya yazıb orta paleolit dövrü. Mən də səndən öyrənmişəm ki, Küraraz mədəniyyətinin formalaşması nə erkən dəmir dövrünə aid deyil, nə də orta paleolit dövrünə aid deyil. O, erkən Tunç dövrünə aiddir. Buna görə də Neandertal insanının yaşaması və ilk metalın əldə edilməsini götürürük. Yəni 2 və 3. Gələk növbəti varianta 7-ci sualına. Azərbaycanın neolit dövrü üçün səciyyəvi idi. İlkin əkinçilik vərdişlərinin yaranmasını biz aid edirik mezolit dövründə A variantında. Metal alətlərdən istifadə edilməyə başlanılması eneolit dövrüdür, yəni bir dövr sonra. C variantında mənimsəmə təsərrüfatının yaranmasını biz aid edirik. Yenə də paleolit dövrünün ən qədim çağlarına,
Yəni bu heç neolit dövrü ilə bir əlaqəsi yoxdur. D variantında əhalinin oturaq həyata keçməsi, bəli, neolit dövründə məhz əhali oturaq həyata keçdi. E variantındakı isə ev heyvanlarının əhəlləşdirilməsinin başa çatmasını biz eneolit dövrü üçün xarakterik cəhət kimi səciyyələndirəcəyik. 8-ci suala baxsaq, üst paleolit dövrünə aiddir. A variantını təhlil etsəm, bacarıqlı insanın yaranması, bacarıqlı insan üst paleolit dövrü uşaqlar, yəni paleolit dövrünün son mərhələsi kimi xarakterizə olunur. Bacarıqlı insanın yaranması, bəli, bacarıqlı insan alt paleolit, yəni paleolit dövrünün ilkin mərhələsində yarandığı üçün üst paleolitlə bir əlaqəsi yoxdur. B variantında süni ot biz demişdik orta paleolitdə, yəni paleolit dövrünün orta mərhələsində əldə olunub. C variantındakı axirət dünyasına inamda məhz orta paleolitdə, yəni paleolitin orta mərhələsində yaranıb. D variantındakı insanların qəbilədə yaşaması, bəli, məhz ağıllı insanın, yəni günümüzün Homo sapienslərinin meydana gəlməsi ilə insanlar artıq şüurlu şəkildə öz yollarını seçmişdilər ki, biz ana xətti ilə qohumluq əsasında birləşəcəyik və bu icmaya da biz qəbilə icması adını verilmişdik. Otdan ilk dəfə istifadə edilməsi də məhz paleolit dövrünün ilkin mərhələsinə aiddir, yəni alt paleolit dövrünə. 9-cu suala baxsaq, Azərbaycanda mezolit dövrü üçün səciyyəvi deyil, bizdən deyili istəyir. Baxaq variantlara. A variantında ox və kalan ixtira olunması bu mezolit dövrünə aiddir. Heyvanların əhəlləşdirilməsindən başlanması da mezolit dövrünə aiddir. C variantını saxlayıraq. D variantındakı istehsal təsərrüfatına keçidin əsasının qoyulması məhz mezolit dövründədir, bəli. Amma tam şəkildə istehsal təsərrüfatına keçidi biz aid edirik neolit dövrünə. B variantında ilkin əkinçilik vərdişlərinin və ibtidai maldarlığın əsasının qoyulması da, bunu da bir üstündən əlavə elədim, məhz mezolit dövrünə aiddir. İndi gəlin təhlil edək C variantını. Bəli, bizdən səciyyəvi deyili soruşur. Bu da bəli C variantıdır. Tayfa ittifaqlarının yaranması. Bu tayfa ittifaqlarının yaranmasını bəs biz hansı dövrə götürək? Bunu erkən tunç dövrünə götürürük. Orta tunç dövründən etibarən tayfa ittifaqları iri tayfa ittifaqlarında birləşməyə başladılar. Son Tunc Erkəndəmir dövründə isə iri tayfa ittifaqları da bir neçə böyük tayfa ittifaqlarında birləşib özlərindən kiçik tayfaları özlərinə tabe edərək erkən dövlət qurumları şəklində formalaşmağa başlamışdılar. Baxaq 10-cu suala. Neandertal adama aiddir. Yəni bizə paleolit dövrünün orta mərhələsində məskən salmış Neandertal insana aid xüsusiyyətləri istəyir. A variantında ilk insan məskənlərinin salması. Biz bunu bacarıqlı insana əsasən aid edirik. Azərbaycan ərazisində deməli, Qarabağda Azıq, Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir, Mingəçevirdə Qaraca düşərgələrini məhz bacarıqlı insan salmışdır. İndi B variantını təhlil eləsəm, ovçuluq və yığıcılıqla məşğul olmasıdır. Bəli, Neandertal adam ovçuluq və yığıcılıqla məşğul olub. Buna aid eləyə bilərik. Amma ilk dəfə heyvanları əhəlləşdirən, qəbilə icması şəklində yaşayan, ə, məhz ağıllı insan olmuşdur. İndi gəlin E variantına baxaq. Daşdan əmək alətləri, bəli, Neandertal insan daşdan əmək alətləri hazırlayıb. Amma E variantına diqqətlə baxsaz, ilk dəfə daşdan əmək alətləri hazırlamaq bu əlbəttə ki, bacarıqlı insana aiddir. Ona görə E variantını da götürürük. Gəlin baxaq 11-ə. 11-də yenə də eyni ilə Neandertal adama aid xüsusiyyətləri istəyir. Ulu icmada yaşaması, bəli, Neandertal adam ulu icmada yaşayıb. İki bizim insanımız ulu icmada yaşayıb, bacarıqlı insanlar, Neandertal insan. A variantı doğru cavabdır. B-yə baxsam toxuculuqla məşğul olub bu ağıllı insana aiddir. Oturaq həyat tərzi sürməsi bu ağıllı insana aiddir. Qəbilədə həyat sürməsi, qəbilə həyatı yaşaması bunlar ağıllı insana aiddir. Amma Y variantındakı ilk daş alətlər bayaq dediyim kimi bacarıqlı insana aiddir. Gələk 12-ci tip suala, bayaq yenə izah edədiyim bir sualdan. Orta daş, yeni daş və mis daş dövrləri. Biz sizinlə öyrənmişdik ki, orta daş dövrü yuxarıdan aşağı birinci şagird şəkildə baxmalıyıq bu testdə. Yenə də vurğulayıram. Yenə biz sizinlə demişdik ki, orta daş dövrü hansı dövrdür? Mezolitdir. Yeni daş dövrü də neolitdir. Mis daş dövrü də eneolitdir. İndi uyğun olaraq mənə istəyir.
Baxıram. Mənə altda deyir ki, anaxaganlığın mövcud olması. Anaxaganlığının mövcud olmasını mən orta daş dövrünə götürə bilərəm. Birəm. Niyə? Çünki mən bilirəm ki, paleolit dövrünün son mərhələsindən etibarən insanlar ana xətti ilə qəbilə icmasında yaşamağa başladı. Və bu da matriarxat bir dövrü başlanğıcı oldu. Yəni ana xətti ilə birləşməli. Anaxaganlığı başladı. Ta ki yeni daş dövrünü də əhatə elədi, mis daş dövrünü də əhatə elədi və gəldi çatdı erkən tunç dönəminə. Erkən tunç dönəmindən sonra artıq ana xaqanlığının yerini ata xaqanlığına verməyə başladı. İndi mən baxıram ki, ikinci variantda mənə verib ki, qəbilə icmasının yaranması. Mən bu qəbilə icmasının yaranmasını orta daş dövrünə götürə bilmərəm. Çünki bayaq ağzımda dedim ki, qəbilə icmasının yaranması paleolit dövrünün son mərhələsindən etibarən başlayıb. Onu nə yeni daş, nə də orta daş dövrünə götürə bilmərəm. Amma anaxaqanlığının mövcud olmasını həm ortadaş, həm də yenidaş dövrünə götürə bilərəm. Yəni birinci, üçüncü variantlar doğrudur. İndi gəlin beşinci varianta da baxaq, ürəyimizdə qalmasın. Birinci böyük ictimai əmək bölgüsünə baxsam, mis daş dövrünü yazır. Yəni xeyr. Mis daş dövrü eneolit dövrüdür. İnsanlar bu dövrdə ilk dəfə metal olaraq mislə tanış olmuşdular. Lakin ictimai əmək bölgülərini biz tunç dövründən etibarən öyrənməyə başlamışıq da. Yəni biz daş dövründə və yaxud da daş dövründən metal dövrünə keçiddə biz əmək bölgülərini hiç görməmişik, nə də belə bir şey eşitməmişik. Ona görə də götürülür. Yəni cavab 1 və 3. 13-cü suala baxaq. Yenə də həmən tip sualdır. İndi yenə şaquli vəziyyətdə birinci oxuyuram. Orta daş dövrü, yeni daş dövrü, mis daş dövrü, yenə mezolit, neolit, eneolit dövrləri. İndi aşağıdan oxuyuram başlamağa. Mikrolit əmək alətlərindən istifadə edilməyə başlaması. Mikrolit əmək alətləri biz sizinlə öyrənmişdik ki, mezolit dövründə ixtira olunub, yəni orta daş dövründə. Ona görə də birinci variantım doğrudur. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Mən baxıram ki, sənətkarlıq müstəqil sahəyə nə vaxt çevrilib? Erkən, orta tunç dövründə üzr istəyirəm. Sənətkarlıq digər istehsal sahələrindən ayrılaraq müstəqil şəkildə fəaliyyət göstərməyə başladı. Yaxşı, ay müəllim, bəs burada biri seçdi. İkinci variantımda nə 2 uyğun gəlmədi, nə də 4 uyğun gəlmədi. Ona görə çıxdım. Toxay əkinçiliyinin inkişaf etməsini isə bəli, mis daş dövrünə götürə bilərəm. Ona görə də 1 və 5-ci variantlar doğrudur. Toxay əkinçiliyinin yaranmasını biz neolit dövründən əldə edirik uşaqlar. Amma tam şəkildə toxay əkinçiliyinin daha da inkişaf etməsi və dövr olaraq bu dövrün toxay əkinçiliyi adlanması mis daş dövrünə, yəni eneolit dövrünə aid bir faktordur. 14-cü suallar qəbul tipli test suallarından biridir. Bunu siz qəbulda çox görə bilərsiniz. Və yaxud da bu şəkildə verilən məntiqi ardıcıllıqları tamamlamaq da istəyir bəzən. E, və yaxud da sizə 2 dənə fakt verir və bu faktların nəticəsi olaraq sizdən yeni bir fakt istəyir. Gəlin baxaq təhlil edək. Bir və ikinci variantlarda. Birinci variantın mənə deyir ki, heyvanları uzaq məsafədən ovlamağa başladılar. İkincidə mənə deyir ki, insanlar qida ehtiyatlarını daha da artırdılar. Mən baxıram ki, birincidə insanlar heyvanları uzaq məsafədən ovlamağa başlayırlar və bu qida ehtiyatını artırırlarsa, 100% bu mezolit dövrü ilə əlaqəli bir şeydir. Ona görə Doq və Kimanın ixtirasını götürürəm. İndi A variantına baxaq. Əmək alətlərinin hazırlanmasının, yəni ilk əmək ələtlərinin heyvanları uzaq məsafədən ovlamaqla nə əlaqəsi ola bilər? Biraz məntiqi cəhətdən yanaşın. Ona görə A variantını çıxıram. İkinci ictimai əmək bölgüsünün heyvanları ovlamaqla nə əlaqəsi ola bilər? Onu da çıxıram. Qəbilənin dağılmasını da, yəni heç bir mənası yoxdur. Yəni mən heyvanı ovlamaqla bağlı bir şey lazımdır. Bu da Y variantındakı yox və Kəmalın ixtirası ona görə Y variantı. 15-ə baxıram. Toxuculuq və saxsı qablar istehsalının yarandığı dövr. Biz də demişdik ki, sənət sahələri neolit dövründən etibarən yaranmağa başlayıb. Neolit dövründə insanlar saxsı qablar istehsal edirdilər, onları cilalamaq öyrənirdilər. Toxuculuq burada inkişaf etmişdi. Daş alətləri cilalamaq, deşmək bunlar da neolit inqilabı adlanırdı. Yəni dövr olaraq neolit dövrünə aiddir. 16-cı suala baxaq. Yenə də
İki dənə fakt verib bizə aid olduğu dövrü istəyir. Mis alətlərinin hazırlanmağa başlanması və təsərrüfatda əsasən daş alətlərdən istifadə edilməsi. Bu bizdə bu tərəfə düşüb, guys, bura baxın, diqqət edin. Bu eneolit dövrüdür, guys. Biz sizinlə demişdik ki, eneolit dövründə əsasən biz kövrək olduğu üçün misdən əmək alətləri hazırladılar. Amma nə gördülər qədim insanlar? Gördülər ki, yox, dəhşətli dərəcədə mis çox kövrək olduğu üçün çox tez əriyirdi və təsərrüfatda misin əhəmiyyəti qalmırdı. Çünki çox kövrək idi və tez əriyirdi. Ona görə də elə daş alətlərdən istifadə eləməyə davam eləmişdilər. Ona görə də cavab A variantı. Birinci yenə də bizə iki fakt verib və bu faktlar əsasında aid olduğu dövrü istəyir bizdən. İlkin əkinçilik vərdişlərinin yaranması və ibtidai maldarlıq mən buna aid eləyirəm orta daş, yəni mezolit dövrünə. Baxın, orta paleolit dövrü sizi çaşdırmasın. Zaten belə bir şeylə testdə qarşılaşmayacaqsınız. Yəni A və D variantlarını birləşdirib sizə bu şəkildə paleolit dövrü verəcəklər. Yenə də deyirəm, qarışdırmayın. Yeni daş o neolit dövrüdür. Orta daşsa mezolit dövrüdür. Eneolit isə mis daş dövrüdür. Gələk 18-ci suala. Uyğunluq pozulmuşdur. Baxıram A variantının təhlilinə ki, üst paleolit ağıllı insanın yaranması, bəli, bu doğrudur. Burada heç bir pozulmuş variantım yoxdur. Orta Tunc dövrü sənətkarlığın müstəqil sahəyə çevrilməsi. Baxıram Orta Tunc dövrünə sənətkarlıq, bəli, ikinci ictimai əmək bölgüsü nəticəsində müstəqil sahəyə çevrilib. C variantında alt paleolit dövründə mən süni ot görməmişəm, yalan deyərəm. Çünki insanların süni otdan ilk dəfə istifadə etməsi yəni paleolitin düzdür, paleolit dövründə olub, amma paleolitin alt paleolit dövründə yox. Yəni ilkin dövründə yox. Biz onu orta paleolit dövründə görürük. Yəni paleolit dövrünün orta mərhələsində. Ona görə C variantında uyğunluq pozulub. Hə, olsaydı ki, paleolit dövrünün orta mərhələsində insanlar süni otdan istifadə edib, bəli, bu şəkildə doğru olar. Qalan variantlarda təhlil etmirəm. Keçək 19-cu suala. Uyğunluq gözlənilmişdir. Yığıcılıq istehsal təsərrüfatıdır. Bu doğru deyil. Çünki yığıcılıqla ovçuluğu biz istehlak təsərrüfatına, yəni mənimsəmə təsərrüfatına aid edirik. Kürəraz mədəniyyəti erkən tunç dövrüdür. Biz yalan deyərəm. Erkən tunç dövründə siklopedik tikililər görməmişik. Ona görə B variantında da gözlənilməyib uyğunluq. C variantında yenə Kürəraz mədəniyyəti erkən tunç dövrüdür. Şumlama zamanı qoşqa heyvanlarından istifadə olunması, bəli, bu doğru ola bilər. D variantını təhlil etsəm, boyalı qabların mədəniyyəti orta tunç dövrüdür, erkən tunç dövrü yox. E variantındakı əkinçiliyin istehlak təsərrüfatı adlanmır, istehsal təsərrüfatı adlanır. Ona görə də cavab C variantı. İndi 20-ci suala baxıram. Azərbaycanda neolit dövründə soruşur mənə görə neolit dövründə nə olub? A variantında köçmə yaylaq maldarlığını yaranmışdır. Bəli. Köçmə yaylaq maldarlığı erkən tunç dövründə yaranıb. Ona görə neolit dövrünə aid etmirəm. B variantında insanlar ilk dəfə metalla tanış olmuşdur. İnsanlar ilk dəfə metalla eneolit dövründə tanış olmuşdur. Ona görə də baxmıram. Aid etmirəm. C variantı sənətkarlıq müstəqil sahəyə çevrilmişdir. Dönə-dönə təkrar edirəm. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi orta tunç dövründə baş vermişdir. Digər istehsalat sahələrindən ayrılıb tək başına müstəqil şəkildə fəaliyyət göstərmişdir. D variantına baxsam, toxu əkinçiliyini xış əkinçiliyi əvəz etmişdir. Bunu aid edirik biz uşaqlar. Erkən tunç dövründə toxu əkinçiliyi, xış əkinçiliyinin yaranması, yəni əkinçilikdən digərinə keçmək erkən tunca aiddir. Sümük və daşdan əmək alətləri hazırlanmışdır. Bəli, bu Y variantı neolit dövrünə aid ola bilər. 21-ə baxıram. Verilənlərin hamısı Azərbaycanda ibtidai icma cəmiyyətinin hansı mərhələsinə uyğundur? Baxıram, ağıllı insanın formalaşması başa çatdı. İnsanlar ana xətti ilə qohumluq əsasında və qəbilədə birləşdi. Təbii ki, bunu bilirəm. Paleolit dövrünün son mərhələsi. Yəni üst paleolit dövrü. Uşaqlar, yenə də deyirəm, bu tip suallar sizi çaşdırmasın. Alt paleolit, orta paleolit, üst paleolit, bunların hamısını biz bütöv bir şəkildə paleolit dönəmində öyrənirik.
Yəni imtahana gedəsi olsa, sizə belə bir sual düşməyəcək. Ondan arxayın olun. Alt paleolit dövründə, orta paleolit, üst paleolit bunlar sizə fakt olaraq düşməyəcək. Zaten bu tip suallar da sizə düşməyəcək. Sadəcə izah edirəm ki, anlayışınız olsun. Zaten biz alt paleolit dövrünün ilk mərhələsi adlandırırıq. Orta paleolit dövrünü paleolitin orta mərhələsi, üst paleoliti isə son mərhələsi adlandırırıq. 22-ci suala baxaq. Bu tip suallar düşə bilər və düşməlidir də. Tərəfdarıyam. Mənə uyğunluğun gözlənildiyi variantı seçməyimi istəyir. Ona görə də bu tip suallarda daha diqqətli olmalısınız. Uyğunluq gözlənilmişdir və ya gözlənilməmişdir kimi faktorlara diqqət edin. Neolit dövründə ikinci ictimai əmək bölgüsü meydana gəlmişdir. Mən bilirəm ki, ictimai əmək bölgüləri Tunc dövründən etibarən meydana gəlməyə başladı. Ona görə A variantına addım getdi. Paleolit dövründə istehsal təsərrüfatına keçidin əsası qoyulmuşdur. Fikirləşirəm ki, istehsal təsərrüfatı nədir? İstehsal təsərrüfatı odur ki, bir insan təbiətdən hazır şəkildə mə- mənimsəsin materiallar. Amma onun yanı sıra bir də özü istehsal eləsin, düzdür? Yəni bunu mən paleolit dövründə görməmişəm də, yalan deyərəm. Biz paleolit dövründə nə demişdik? Demişdik ki, insanlar təbiətdən məhsulları hazır şəkildə əldə edirdilər. Yəni vergiyim örtüyatın məsələdə, düzdür? C variantına baxaraq, mezolit dövründə insanlar mikrolit alətlərdən istifadə etmişlər. Bəli, burada cavab uyğundur. İndi D, Y variantları niyə uyğun deyil? Bir də onlara baxaq. Tunc dövründə ilk dəfə metaldan əmək alətləri sallanmışdı. Dəfələrlə və dönə-dönə deyirəm, uşaqlar. İlk dəfə metaldan əmək alətləri hazırlanıb eneolit dövründə, yəni mis daş dövründə. Zaten ilk metal misdir. İnsanlar ilk metallara misi tapmışdılar. Amma İndi bizim bəxtə gətirməyib, kövrək olub biraz, onu təsərrüfatda işlədə bilməyiblər. Bu yazıq mis neynəsin? Düzdür. Yenə də daş alətlər üstün mövqedə qalırdı. Amma ilk dəfə metaldan əmək alətləri də hətta hazırlanıb belə eneolit dövründə. Dəmir dövründə birinci ictimai əmək bölgüsü baş vermişdi. Xeyr, mən dəmir dövrünü heç ümumiyyətlə öyrənmirəm belə. Keçmirəm belə. Yəni dəmir dövründə e, ictimai əmək bölgüləri baş verə bilməz. Onun üçün də yalandır. Yəni ictimai əmək bölgülərinin ən azından mən ağlımda, fikrimdə tuturam ki, bu Tunc dövründən etibarən başlayıb. Yəni birinci ictimai əmək bölgüsü erkən Tuncda, ikinci orta Tuncda, üçüncü isə son Tunc erkən dəmir dövründə baş vermişdir. 23-cü suala baxaq. Biraz bulandıq, düşüb. Daha əvvəl baş vermişdir. İlkin şəhər mərkəzlərinin yaranması. İlkin şəhər mərkəzlərinin yaranmasını biz aid edirik orta, üzr istəyirəm, orta Tunc dövrünə deyib başa çıxa bilmədim. B variantında atdan minik və qoşqu vasitəsi kimi istifadə edilməsi, bunu da aid edirik son Tunc erkən dəmir dövrünə. C variantında olan insanların toxuculuqla məşğul olması, bunu biz aid edirik neolit dövrünə. Birinci ictimai əmək bölgüsü bu erkən tunc dövrünə aiddir. Mikrolit əmək alətlərindən istifadədə mezolit dövrünə aiddir. Burada ən gec, yəni ən əvvəl baş verən hadisə mikrolit əmək alətlərindən istifadə edilməyə başlanmasıdır. Yəni ən birinci o olub. Ən əvvəl, yəni ən birinci hansı olub deməkdir. Bu tip testlər qəbula çox düşür uşaqlar. Yəni ibtidai icmadın ola bilər ki, bir sual salınacaq sizə. Elə o sualda bu ola bilər və yaxud da bu tipdə ola bilər. Yəni bunlara diqqət edin bu məqamlara. 24-cü sualın izahına baxaq. Daha əvvəl baş vermişdir. Ana xəqanlığının yaranması. Mən ana xəqanlığının yaranmasına paleolit dövrünün son mərhələsinə aid edirəm. Axirət dünyasına inamın yaranması, buna aid edirəm paleolitin orta mərhələsinə. Köçmə yayılaq maldarlığa aiddir. Erkən Tunc dövrünə üzümçülük və asıl sahələrinin meydana gəlməsi orta Tunc dönəmindədir və istehsal təsərrüfatının meydana gəlməsi bu da aiddir neolit dövrünə. Baxın, qarışdırmayın. İstehsal təsərrüfatına keçidin əsasının qoyulması desəydi, onu götürərdik mezolit dövrünə. Amma istehsal təsərrüfatının meydana gəlməsi deyirsə, mən onu mezolit yox, neolit götürəcəm.
Burada da ən əvvəl, yəni ən birinci baş vermiş hadisə axirət dünyasına inamın yaranmasıdır. Paleolitin orta mərhələsinə aiddir. Sonra ardıcıl düşsəm əgər, axirət dünyasına inam birinci yaranıb, sonra anaxaqanlığı yaranıb, sonra istehsal təsərrüfatı meydana gəlib, sonra köçməyə əlaqədarlığa, sonra üzümçülük və bağçılıq sahələri meydana gəlib. Yəni xronoloji çərçivə ilə də ardıcıllıqla düşsə, bu şəkildə düzüb baxıb yanaşa bilərsiniz. 25. Orta daş dövrünün əlamətlərindən biri. İlk insan məskənlərinin salınması. İlk insan məskənlərini biz paleolit dövründə görürük. Yəni orta daş, mezolit dövründə bu aid deyil. B variantında ilk əkinçilik vərdişlərinin yaranmasını görürük. İlk əkinçilik vərdişlərinə də biz aid edirik mezolit dövründə, yəni orta daş dövründə. Doğrudur. Rabitənin etkin yaranmasını biz paleolit dövrünün son mərhələsinə aid edirik. Nəsli qəbilə icmasının dağılmasına da erkən tunca aid edirik. Qəbilə icması dağıldı, yerini verdi tayfalara və tayfa ittifaqlarına. Əkinçiliyin əsas təsərrüfat sahəsinə çevrilməsini isə biz neolit dövründən hesab edirik. Azərbaycanda ata xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ana xaqanlığı dövründə uşaqlar bu tip testlər daha düşündürücü və daha çox qəbula yatqın testlərdir. Onun üçün də sual olaraq çox qarşılaşacağımız bir sual tipləridir. Biz bu sualı təhlil edərkən ata xaqanlığının mövcudluğu dövründən fərqli olaraq ana xaqanlığında elə bir xüsusiyyət götürməliyik ki, ana xaqanlığı dövrünə aid olsun. Amma ata xaqanlığında o olmasın. İndi baxıram. İnsanlar kollektiv halda yaşayırdı. Bu ana xaqanlığında da var idi, ata xaqanlığında da var idi. Yəni bu fərqli bir xüsusiyyət deyil. Metaldan alətlər hazırlamaq. Ana xaqanlığı dövründə də var idi, ata xaqanlığında da var idi. İndi sual verə bilərsiniz, müəllim. Bəs ana xaqanlığında insanlar necə metaldan məyarətləri hazırlayırdılar? Axı eneolit dövrünün ana xaqanlığı dövr kimi xarakterizə olunur. Yəni ana xaqanlığa gəlib eneolitə də düşür də bir növ. Və eneolit dövründə biz metal olaraq misi kəşf ediriksə, əgər misdən əmək alətləri hazırlayırsa, deməli ana xaqanlığında da metaldan əmək alətləri hazırlanıb. Ata xaqanlığında da bilirsiniz də tuncdan əmək alətləri hazırlanıb. Yəni fərqli bir şey yox. Hə, indi C variantına baxaq. Əkinçilik və maldarlıq meydana gəlmişdir. Bəli, əkinçilik və maldarlıq məhz ana xaqanlığında meydana gəlib və ana xaqanlığında meydana gəlmiş əkinçilik və maldarlıq ata xaqanlığında təzədən olaraq meydana gələ bilməz. Yəni ata xaqanlığında bu proses baş verməyib. Ona görə də C variantını götürürəm. Əhali sənətkarlıqla məşğul olurdu. Həm ana xaqanlığında, həm ata xaqanlığında, saxsı qapıda həm ana xaqanlığında, həm də ata xaqanlığında hazırlayırdılar. İndi 27-ci sualda 27 və 28 tip sizə düşməyəcək. Çünki bu minilliklər məsələsidir. Çünki təzə dərsliklərimizə əsasən bizə minilliklər verilmir. 29-cu suala baxaq, uyğunluq gözlənilmişdir. Qəbilənin həyatında qadınlar mühüm rol oynayırdılar üst paleolit dövründə. Doğrudur. İlkin şəhər mərkəzləri eneolit dövründə yaranmayıb uşaqlar. İlkin şəhər mərkəzləri Orta Tunc dövründən etibarən insanlar süni odu eneolit dövründə əldə etməyiblər. Paleolit dövrünün orta mərhələsində əldə ediblər, yəni orta paleolit dövründə. Daşların deşilməsi və cilalanması mezolit dövründən yox, neolit dövrünə aiddir. İlk metal da orta daş yox, yeni daş dövründən, yəni neolit dövründə əldə edilmişdir. İndi 30-cu suala baxıram. Neandertal adam üçün səciyyəvidir. Bayaq belə bir test işlədik sizinlə. Yenə də bunlarda təkrar test olduğu üçün üstündən keçirəm. 32 tip test sizə çox düşə bilər. Ona görə 32-nin üstündə dayanmaq istəyirəm. El-Ervin diaqramına əsasən uyğunluğu müəyyən edin. Bizdən 1, 2 və 3 istəyir. El-Ervin diaqramını işləyərkən bacarıqlı insana aid olan xüsusiyyətləri birinci varianta aid edəcək. Ağıllı insana aid olan xüsusiyyətləri ikinci varianta aid edəcək. Hər ikisinə aid olan variantlar isə üçüncü varianta aid edəcək. İndi mən baxıram ki, ulu icmada variantları bir-bir təhlil edirəm. Sürü halında yaşamışdır. Bu kimə aiddir? Təbii ki, bacarıqlı insana aiddir. Yəni, birə aiddir A variantı.
daş, sümük və ağac əmək alətlərindən istifadə edirdi. Bu həm ağıllı insana, həm də həm bacarıqlı insana aiddir. Ox və kamanı ixtira edən yalnız ağıllı insan ola bilər. İlk dəfə təbii otdan da məhz bacarıqlı insan istifadə etmişdi. Qəbilə cümasında yaşamışdı. Bu da ağıllı insana aiddir. Deməli, mənim ağıllı insanıma aid olanların adı ox və kamanı ixtira etməsi, bir də qəbilədə yaşaması. Yəni 2-yə mən C ilə Y-ni əlavə edə bilərəm də, düzdür? C ilə Y. 2-yə C-yə gedən variantımda bir dənə Y variantıdır. Baxın. Birə də aiddir A və D. Yəni bacarıqlı insan ulu icmada yaşayırdı və ilk dəfə təbii yoldan istifadə edilmişdi. Hər ikisinə aid olan da B-dir. Yəni daşdan əməliyyatlarından hazırlanması. Bu tip suallar çox düşə bilər. İndi 33-ə baxaq. 33-də nədir? Mənbə tip suallardır. Sizə bir proses verir, izah edir bu prosesi və sonra bu prosesin sizdən nəticəsini soruşur. Bu da maraqlı bir sualdır. Baxaq, mezolit dövründə yığıcılıqla məşğul olan qadınlar toxumların yerə düşüb yenidən cücərdiyini, böyüdüyünü müşahidə edirdilər. Onlar ağaclar, sümüklər və sivri daşla torpağı yumşaldıb ehtiyat saxladıqları yabanı bitki toxumlarının bir hissəsini basdırırdılar və bu yolla ibtidai insanlar özləri üçün məhsul əldə edirdilər. İndi bu proses verilənlərdən hansının nəticəsidir? Təbii ki, torpağı, ağacı, yeri, daşı, torpağı şumlayırsansa, ehtiyat saxladıqların bitki toxumlarını ora basdırırsansa, bu fəaliyyətin başqa bir adı yoxdur, əkinçilikdir. Yəni ibtidai şəkildə mezolitdə əkinçiliyin əsası qoyuldu. Maldarlığın əsası qoyuldu. Təbii ki, prosesə uyğun olaraq əkinçiliyin əsası qoyuldu. Maldarlığı mən özüm deyirəm ki, yəni yadda saxlamış olasınız. İndi 34-ə baxaq. Yenə də buradan bizdə eyni mə mətni verib, amma prosesin fərqli olduğunu, fərqli bir nəticəni istəyir. Təbii ki, əkinçilikdən danışırıqsa, nə deyə bilərik? İbtidai maldarlığın biz demişdik ki, ibtidai əkinçiliyin əsasını qoyulmağı ilə hansı təsərrüfat növü yarandı? Artıq insanlar təbiətdən hazır şəkildə məhsulları mənimsəmirdilər də, bir növ özləri də istehsal edirdilər. Yəni bu istehsal təsərrüfatının əsasının qoyulması ilə də bir növ bağlı bir şeydir. Ona görə də bu prosesin nəticəsi kimi həm də istehsal təsərrüfatının əsasının qoyulmasını götürə bilərik ki, yəni cavab A. İndi 35 tipli suala baxaq. Bununla da yekunlaşdırmaq istəyirəm. Çünki qalan bütün suallar hamısı təkrardır. 35 tip sual üçlü kombinasiya şəklində Eyler-Venn diaqramıdır. Bu tip suallar sizə daha çox düşə bilər, çünki daha çox vaxt aparıcıdır. İndi biz həm bacarıqlı insan, həm neandertal insan, həm də ağıllı insanın oxşar və fərqli cəhətlərini bu diaqram üzrə işləməliyik. Necə işləyirik? Bunu işləməyin ən sadə metodu cavab variantlarına təhlil etməkdir. A, B, C, D, Y variantlarını. A variantı mənə deyir ki, kollektiv formada yaşayıblar. Yəni bunların hər biri bir kollektivdə yaşayıblar. Baxın, bacarıqlı insanlar, neandertal insanlar icmada yaşayıblar. Ağıllı insanlar qəbilə icmasında yaşayıb. Deməli, 4-ə uyğundur A. 4 olan hər birinin orta nöqtəsidir. Mən ora aparıb yapışdırıram A-nı. İlkin yaşayış məskənlərinin salması, mən buna dəfələrlə vurğulamışam. Bacarıqlı insana aiddir. Orta paleolit, yəni paleolitin orta mərhələsində neandertal insan yaranıb. Bunu da bilin. 2-yə gedir C. Daşları cilalamağı bacarırdı. Bu neolit dövrünə aid olduğu üçün ağıllı insan götürülür. Ox və kamanı ixtira edəndə ağıllı insan. Yəni mənim başqa variantım qalmadı. Ağıllı insana götürdüm D, Y. Ağıllı insanda 3-dür. 3-ə D, Y gedən variantım hansıdır? Bir dənə Y variantıdır. Baxalım. 1-ə də gedir B, 2-yə gedir C, 4-ə də gedir A. Zaten mən kollektiv formada yaşamağı 4-ə götürmüşdüm. Bu şəkildə cavab variantlarını çıxdaş etməklə siz həm təhlil qabiliyyətini artırmış olursunuz, həm də əlavə vaxt qazanmış olursunuz. Yəni sizə məsləhətim testləri də bu şəkildə işləmək və işlədiyiniz testlərin hər birinin cavab variantlarına təhlil etmək olmalıdır. Sizə uğurlar arzu edirəm. Növbəti test sual videolarında görüşərik.